Hamınıza selamünaleyküm, hamınıza aleykümselam. Uşaqlar, yeni bir videomuzla sizlerle birlikteyim. Bugün uşaqlar öz bilirsiniz ki postlarda paylaşmıştım ki hassasiyet program videosu gelsin uşaqlar. Program deyəndə hani hilezat değil uşaqlar. Program verirsə əvvəl paylaşdığımız programlar idi. Bugün uşaqlar sizlerle birlikte yeni bir hassasiyet videomuz geldi. Yani hassasiyet deyirəm də arkadaşlar, bomba kimi bir hassasiyet, belə şey değil. Neyse uşaqlar, bunu da deyim ki videonun sonuna göre izlemeyi unutmayın çünkü uşaqlar hassasiyet sondadır. Və uşaqlar artıq dərəcədə xahiş edirəm sizdən uşaqlar videonun sona, yəni əlinizlə sona verib hassasiyyəti axtarmayın uşaqlar. Videoya baxın, bəlkə hassasiyyət pisdir, bəlkə bəyənməyəcəksiniz. Nəysə uşaqlar, çox danışdıq. Siz videoya abunə olub like atın uşaqlar və mən videoya keçim. Gedək. Gəldik uşaqlar videomuza. Uşaqlar deməli bundan əvvəlki rəqib getmişdi. Biz dolmuşdu AFK-ydı uşaqlar. Ona görə dayandırdıq oyunu. Bilmirəm uşaqlar, bəyənərs bəyənməz hassasiyyəti gətirdim. Nə yaxşı getdim başım. Gətirdim. Yəni uşaqlar, mənim beydimdə etdə mən bir günə 15 ulduzdan çox kasmışam uşaqlar. Mən hassasiyyət dəyişdirmədən, yəni bu hassasiyyətlə. Hassasiyyət onun orada və rejimdə yoxlandı. Artıq telefonda yox. Azərbaycanlı deyib bu, hə? Azərbaycanlı bəyəndim mən. Takipçimizə çıxar. İndi kafanı gördünüz uşaqlar, nə ləzzətlə oturdu. Yəni etdə də belənti şey lazım. Dostlar, şimdi bildiniz mən nə demək istəyirəm. Oyunun səsini niyə almışam, onu da istədiyim uşaqlar. Videoda bir səs inanırsan nə günə qalırdı uşaqlar videoda. Səs inanırsan nə günə qalırdı. Qoqa yaxşı sən oyuncusan. Bir də mənim internetimə belə deyib. Gördünüz uşaqlar, ləzzət qapılar deyib. Yəni uşaqlar, səs düzəldəcəm, heç narahat olmayın uşaqlar, səs düzəldəcəm. Səs nəsə problemdir uşaqlar. Oyundan nə tərs elədim düzəlmədi. Qaldığın silah nədir sən canı? Qoğuz tarama oynayır başlayır. Buzu qırmaq üçün bu gözə qoy gəlsin. Bax buzu qırmaq üçün. Bu dəyişdirdi ki. Heç nə. 2 dənə güllə, 1 dənə güllə, 3 dənə pompalı gülləsindən buna bas. Sən burada kölləmək olsaydı çıxardım o qədər. Yaxşı. Görmədi. Gözlə. Orada da o. Ay bəsdir də nə. Uşaqlar, mənim internetimə bir şey oldu, məndə belə deyildi. Nəsə şey oldu. Adamsan, adam balasısan, oyna da, xəstə. Bunu da oynamayına bu. Bir də bunu kanalına aldılar, hə. Görün az kanalına aldılar. Yox qaqa, sən YouTube'a baxmırsan ki, SNS oyuncuları var, belənçi oynayırlar qaqa. İnan sən YouTube'da çoxu SNS oynayır ha. Yaxşı qaqa, sən əsəbisən. Əsəbiləşmə. Ayda, bu pompalının başını bırak, qoy qutarsınlar. Mənim internetim inanırsan mənə günə qoydu, adamlar ışınlanır mənim yanıma şey. Nədə olub onu da bilmirəm. Sən lazım olan şeylərdən biri OMP. Uşaqlar, bunu da qoyuq. İndi bilmirəm bəyənərsə, yox mən edirəm də. Kris adlar ha, inansan kris adlar. Burada da o. Hardan çıxacaq ki mən qabağıma? Brava getdiyin indi 201'də oynayıram. Of, əsəbi qaqa. Başdan mən. Qaqa sən əsəbisən. Yemək soğuğunda. Kafanı gördüğünüz uşaqlar nə tərs. Qaqaş bilmədi hardan onun mənə dəydi, vurdum. Onu görsən, ancaq uşaqlar narahat olmuyor. Yəni bədən niyə dəydi uşaqlar? Məcbur idim bədən vurmaya. Yəni demək olar ki, bilə-bilə onu vurdum. Çünki uşaqlar mənə tarif öldürəcəkdi. 3-2, ondan sonra fıracaqdı oyunu yavaş-yavaş. Ondan sonra videoda getdi birliyə. Bu niyə belə boşsuz adam? Heç nə qəşəng vurdu uşaqlar bu uzaqdan. Niyə belə oldu? Necə? Oradan vurmaq var idi az sənə. Atırım sən zanı. Gözünüzü de kapat. 3 saniyede sala göster.
Özünə ya deyəsən, bilmədim ki. Nəysə. Qaqaş bilmədi hara vurdu. Oynadıq AVM. AVM də lazımdır ki, AVM uşaqlar elə gözəl gedir. Ya buton bizə sürüşür də uşaqlar əsasında sürüşür. İndi görəcəksiniz. Video 4 dəqiqə oldu. Kaç 5 dəqiqə qurtarınca. Bir dənə də 5 dəqiqəlik video ilə 10 dəqiqə olsun videomuz. Mən 9-10 dəqiqə yaxın bir şey eləmək istəyirdim. Sağ sarı soldan qaqaş. Belki uşaqlar AVM-ni yapışdırmışlar. Əsəbi qaqa. Ayda əlim getmədi qaqa. Sən əlim getmədi, həqiqi ona görə vurdu məni. Mən qaryan var idi ki orada. Mən qaryan əlim vurdum səhv eləməmsə. Bax, beləncə bir şeylə dönmək istədim, alınmadı. Heç nədə. Mesela bir dənə data. Deyəsən 10 dəqiqəni keçəcək bu şey. Şu video bitti işte. Sən əsəbləşmə qaqa. Aman təzyiqin zadı var sənin, sənə olmaz. Heç nə, nəysə uşaqlar, çox uzatmadan keçək ikinci videomuza. Uşaqlar, ikinci oyuna girməməyə qərar verdim. Niyə girməməyə qərar verdim uşaqlar? Oyuna girdim, AFK gəldi, dedim ki, çox gedəcək, bu nəysə uşaqlar, uzatmadım. Bir dənə də oyuna girdim uşaqlar, qaqaş magnetdə aldı, ondan sonra mən evvel 2 turda mənə apardı, mən gül aldım, mən onu apardım 2 turda, sonra oyundan çıxdı. O videoda eləncə getdi uşaqlar, məsələn əsəbləşdim, getdi bu. Dedim ki uşaqlar, burada elə 1 dəqiqəlik beləncə bir söhbət aparaq uşaqlar, ondan sonra hassasiyyəti isə göstərim, çox uzatmağa məncə ehtiyac yoxdur, biz 8 dəqiqəni görə elə tamamlaya bilək. 8 dəqiqəyə olub, mən də tam bilmirəm. Nəysə, uşaqlar, aranızdan birinə 1000 həftəlik vermək istəyirdim bilənlərə, hətta videoda çəkdim ona görə. Video uşaqlar getdi, qarışdı hər şey bir-birinə, bir axşam idi videonu çəkirdim mən. X9 Mag, X9 main tanıyırsaydım uşaqlar, videolardan zaten. Onlardan yəni uşaqlar hər biriniz beydiyimdə, onlar da mənim yanımdaydılar, mən video çəkmək üçün çıxdım. Nəysə uşaqlar, uzatma ehtiyac yoxdur, daxil ki video çıxmadı, belə şeylərlə getdi, yəni takipçimizə elmas 1000 həftəlik verəcəkdim, o video getdi, inşallah qaldı gələn dəfə eləyə bilsəm eləyəcəm. Əslində özümə bırakdım, sonra qərar verdim, həm də içerik çıxar, yəni video çıxar. Ondan sonra gördüm uşaqlar, hassasiyyət videosu istəyirsiniz. Götürdüm, mən də çəkdim hassasiyyət videosunu. Ümid edirəm uşaqlar bura qədər izləyərsiniz. Tabii efendim. Video altdan abunə olub, like atmağı unutmayın. Sizlərin önündə uşaqlar girib hassasiyyət göstərəcəm. Baxın, hassasiyyət. Gördüyü qədər uşaqlar, hassasiyyət budur. Hassasiyyəti yığıb oynaya bilər uşaqlar. Bu qırmızı noktanı uşaqlar. Bir dəqiqə 175 elə bunu gözlə. Bax 175. Bunda uşaqlar daha rahat oynayarsın mənim fikrimcə. Mən yenə də 200 də oynayaram uşaqlar. Çünki beynimdə sizə mən UMP ilə uşaqlar dürbündə daha rahat vururam. Ona görə də uşaqlar hətta baxın kontrollərdən hassas dürbündə oynayıram uşaqlar. Yəni ləzzət edir mənə eləncə şeylə vurmaq. Çətindir, amma öyrəndikcə asanlaşır. Nəysə belə şeylər. İndi sizə uşaqlar HUD göstərim. HUD. Ana bu ha. HUD kodu da uşaqlar. İstəyən var da kopyalayıb atıram yorumlara, heç problem deyil. Son neçə ilə məndə 25'dir, siz daha çox ala bilərsiniz, 25'ə öyrəşmək çox çətin bir şeydir. Nəysə uşaqlar, siz altdan videoya abunə olub, like atın, belə videolar istəyirsə uşaqlar. Abi belə videolar gəlsin deyə yaza bilərsiniz uşaqlar. Gələn sonra proqram videosu atmaya fikrim var. Əgər uşaqlar istəyirsə deyə bilərsiniz. İşte bu be! İşte bu! Olun uşaqlar, sevirsiniz.